dəyərli abituriyentlər, test tablosunda belə bir məsələnin izahına baxacağıq. Kükürt, sinkes və pirit hər biri yandırılıb və bunlardan nə alınır? SO2 alınır. İstəyir kükürtdən, sinkesdən 1 mol SO2 alınır və piritdən də 1 mol, 2 mol SO2 alınır. Bizə deyir ki, kütlələri bərabər götürülüb, tam yanmasından alınan SO2-nin mol miqdarları da bərabər mol sayda alınıb. İlk növbədə baxırıq ki, 32 qram kükürtdən reaksiyaya uyğun olaraq 1 mol SO2 alınır. Demək, 32 qram kükürtdən 1 mol SO2 alınır. Bəs gəlin görəyin M qram kükürtdən nə qədər SO2 alınır? M qram kükürtdən alınan SO2-nin miqdarı olacaq nə qədər? Deməli, M bölünsün 32. İkincidə, demək, 65, o da 32, 97 qram sinkesdən 1 mol SO2 alınır. Bəs gəlin görəyin M qramından nə qədər alınır? Burada da M qramından alınacaq. M bölünsün 97 qram, daha doğrusu mol, bunlar artıq mollardır. Və nəhayət 120 qram piritdən 56, o da 64, 120 elir. 120 qram piritdən 2 mol alınır. Bəs gəlin görən M qramından nə qədər alınacaq? Burada da eləyir 2M bölü 120, yəni M bölünsün 60 qram demək SO2 alınacaq. Əlimizdə SO2-nin molları artıq vardı. SO2-nin molları əlimizdə var. Bizə deyir, tam yanmasına alınan SO2-nin mol miqdarları bərabər olur. Bəs reaksiyanın çıxımı necə olar? Əlbəttə ki, M bölünsün 32 özü 100% çıxımdan alınıb. Bəs N molu neçə faiz çıxımdan deyir alınır? A faizlə A. Buradan A-nı tapacağıq. A bərabərdir. 100M bölünsün, M bölünsün 32. İkinci sinkesə baxırıq. Demək, M bölünsün 97 mol 100% çıxımla alınıbsa, bəs gəlin görəyin M molundan neçə faiz alınacaq? Bu B. Buradan da B bərabərdir. 100M bölünsün M bölü 97 və nəhayət sonuncuda demək M bölünsün 60 mol deməli 100% çıxımdan alınır. Bəs deməli M molundan nə qədər alınır? Bu deyilir C. Buradan da C bərabərdir. 100M bölünsün M bölünsün 60. Biz əlbəttə ki, bu rəqəmləri artıq müqayisə eləyəcəyik və bu rəqəmləri müqayisə eləyəndən sonra biləcəyik ki, hansında reaksiyanın çıxımı demək, müqayisə olaraq necədir. Və beləliklə, burada göründüyü kimi ən böyük rəqəm 100 M bölü 97 məxrəc böyük olduğuna görə ən böyük rəqəm B olacaq. Ən kiçiyimiz isə deməli A olacaq. Deməli, B böyükdür, C böyükdür A-dan. Cavab B böyükdür, C böyükdür A-dan. Cavab D variantı. Cavab D variantı.